Ələddin müəllim, siz özünüz harada oxudunuz? İbtidai məktəbi, hansı dərsin ilk başlananlardan başladı? Ben oradan başladım. Fermali evin yanında. Fermali'nin evindəki məktəbdə. Oradan başladı. Sonra da Və bizim məktəb akşam ilk 10 illik statüsünü neçənci ildə aldı? Yox, siz 10-cu sinif vardı oxudunuz, 10-cu sinif. Gəncədə. Gəncədə? Hem sürüş yok oydu. Ben akşam ondan sınıfta okudum. Saat Qalmayıb neçənci? Birinci dəfə Qasım müəllim oldu da məktəb direktoru. 67'de 77'de. 77 olar. Yok. 10. sınıf. 77'de 2 yıldan sonra 75'te. 67'de ben şimdi diyorum. Ama onda 8 iliydi. Onda 8'i değil. 10 illik neçənci ildə olub bizim? Sonra bir şu çeşit. Ta diyemem abi çiz çok geçmedi. 70 yok. 75'te geçip Duman birinci, 77. de kurtarırlar, birinci bırakılır. Yok duman değil de önce kalır. Estağfurullah. Değerli Birinci bırakılış İlgar Çelik'in. İlgar Muhabbet 74'te. 70 var böyle. Duman sonra şeyler. Orta mektep olduğundan sonra özümüzün kaldırarlığı kaldı. Çox sağ olun. Bir iki dəqiqədə bizim çox hörmətli, əyərli İlyas müəllimin gözəl yadigar olan Sine defterse, senin güzel şiirlerin, güzel avra. Qəşəng Göyçə şeiri. və Kifayət xanımın elə öz aramızda hamımız kəndimizi yaxşı tanıyırıq. Anadan olduğu bu kənd, o evlər də kəndimizin ən mənzərəli bir təpə deyilən nöqtəsində idi. Allah rəhmət eləsin. İlyas müəllimə, Səhət Aliya. Səhət Aliya biraz yavaş yeriyen adam olub eşitdiyimizə görə. Bilirdik təxminən belə yavaş-yavaş. O İlyas müəllim çox bir səliqəli bir insan kimi yadımızda qalıb. Həmşərimizin yanından keçəndə görürdüm. Həmişə də evdə deyirdilər elə öz aramızda danışırdıq ki, nə qədər indi Göyçə kənd yeri idi, yağış yağırdı, yollarda palçıq olardı, su olardı. Ama İlyas müəllim o daşların üstündən elə yeriyirdi ki, həyatda heç kim onun üzərində bir dənə nöqtə belə nə su ləkəsi, hansısa bir ləkə görmək olmaz. 5 yaşında oldu. İradi, səliqəli bir insan idi. 5 yaşında üniversiteye girdim. Olduqca savadlı bir müəllim idi. Çox doğrudan da indi biz artıq analiz eləmə imkanımız var, fikir bölüşdürmə imkanımız var. O savad bəlkə də bizim düşündüyümüz qədər də bizim üçün çox savadlıdır. Bəlkə daha savadlı insanlar da olur. Amma bu savadı məqsəd yönlü şagirdinə çatdırmaq üçün bütün varlığından keçən müəllimlərimiz olub da bizim bax. Həqiqətən İlyas müəllimdir, Ələddin müəllimdir, Namaz müəllimdir. Bunlar çoxdur müəllimlərimiz. Bir sadalamaq istəmirəm. Allah rahmet eylesin. Albiniyə Allah öz dilində rəhmət eləsin. Albina müəllimə Azərbaycanda demək olar bugün Qərb Azərbaycandan köçüb gələn cəmaatın, əhalinin, kəndlərin içində ən zəhmətinlə fərqlənən və onun zəhmətinin bəhrəsi idi ki, şəxsən bizim qrupda 17 oğlan uşağı var idi. 12'si Rusiyada getdilər, müxtəlif keçmiş SSR-nin şəhərlərində ali təhsilə sahib oldular. Bunun hamısının həqiqi mənada Albina müəllimənin əvəzsiz xidməti var idi. Əvəzsiz. Canını qoymuşdu o işdə. Murtuz müəllim, Sıxan müəllim, bütün müəllimlərimiz doğrudan da sağlam müəllimlərdir. Balaca müəllim, həmsinin müəllimi olur, İbat müəllim var. Müəllimlər, mən bir sadalamıram. Onların hamısından bir görüş edəcək. Ölənlərinə Allah rəhmət eləsin. Biz qalanları mən özüm bir gelib ziyarət edəcəm və bunlar bizim kompüterimizdə, Babacan saytında, yaddaşlarda yaşayacaq. O baxımdan istəyirəm bir Kifayət xanım da Bir qəşəng şeirini deyir. o təbiətdən, o dağlardan, o təpədən, o şımpırın bulaqlarından, içdiyi sulardan onda qalan bir neçə kəlmə, xoş şeir, bir iki kəlmə söz çox danışma, vaxtımız yoxdur gedər, yemək də verirsən. Allah hakkı bakım tepeye gitmişim. Aha. Sınavın dağının dağı düş qardı. O tepe öküz bezeyi, gül. Ne ter, böyle tepeye çıkıp
Qoxluyuram, deyirəm Allah, bura nə gözəl yeriymiş. Dənizin dadı, gülün dadı mənə gəlirdi. Onda baxıram, deyirəm, gedəcəm Tərlan Göyçəyə də, mənim Şurcalı davranışda da o Tərlan Göyçəyə də. Şurcalıydı. Şurcalıdır. Deyirəm, gedəcəm Bakıda, deyəcəm, Tərlan, yuxumda Göyçəyə getdim. Göyçənin gölünü gezdim də gəldim. Təmiz havasını, sərin suyunu sinəmə doyunca çəkdim də gəldim. Gözəl Şımpır çayını, ırmağın dalı, gözəl Şah dağının Şımpır çayını, ırmağın dalını gezdim də gəldim. Sevgili vətəni, gözəl Şımpırı, Mahmud xəyalı ilə gezdim də gəldim. Kifayət həsrətli Göyçə gölünə, gözəl adətinə, toy saatına. Həsrətək, vətənə gedə bilmirəm. Yuxumda Göyçəyi gezdim də gəldim. Sonra da Şahlı dağı qırmızılıq, Cilin yurdu kimə qaldı? Zincirtənin şor-şor suyu 7 qardaş niyə qaldı? Şımpır çayı Qızılqaya, deyin görün kimə qaldı? Kifayətin ürəyində o yerlərin közü qaldı, o yerlərin izi qaldı. Yaşayamaz. Yaşa, 100 yaşa. Dünya Allah ermənlərə lehnət eləsin, Allah Əliyev Yedi bərəmət kardeşler var. eləsin, İlham Əliyevin canını sağ eləsin. Amin. Onu da oxumuşam, Elmanda da olacaq, Elsində də olacaq. Mani ilə oxumuşam. Var, o video var. Onu da bir defa ayrıca bir paylaşımdan ileri mütləq. Çok sağ olun Allah Kifayət canınızı xanım. sağ eləsin. Ben bir belə Siz də təsəvvür həmişə edirəm. hörmətli olubsanız, həmişə də Allah ruhbanızı artıq eləsin. Allah millətimizə rəhm eləsin, cavanlara Amin. həmişə şəfa versin. Ben bir şey Allah'a mesela. şükür torpaqlar alındı, gene ve Göyçəniz alındı. Ben size emin edirəm ki, Şəhidlərimiz Allah rəhmət eylesin. Allah şəhidlərə də İnşallah rəhmət eylesin. orada alınır. ben size emin Allah edirəm ki, Allah ben size emin edirəm ki, her ikinize deyirəm. Birinci qoçaqlıq özümüzdən olsun, sağlam, gümrah bu Allah təravəti qoruyun. Allah ömür versin, xoşbəxt, Sizlə möhtaçsın, sağlam. Sizlə Ama birlikdə. bu ilmi, gələn ilmi, bu 2 ildən artıq olmamaq şərtindən 2030-cu ilə qədər sizin hər ikiniz gedib Göyçəyə Göyçəni gedin. ziyarət eləyəcəksiniz. İnşallah. Şimdi orada daimi yaşayıp yaşamamakta inşallah bizim niyetimiz, məqsədimiz, ümidimiz değil. Biz onu 100% olmalıdır. Ona biraz uzanar müddət o yaşamak. Evet, Ama evet, ziyaretin yaşamalıdır. müddetine vaxt yoktur. Elə bu ilin sonlarında, yüzümüze gelen ilde mütləq gedib o Göyçəmizi ve güzel kendimizi siz ziyaret edeceksiniz. Ben bunu size emin edirəm. Allah atanıza Ama rəhmət xatirimdə. eləsin, Allah canınızı sağ eləsin, Vay, evləriniz bilmemiş. var olsun. Şimdi modern ifade edeniz oldu mu? O karakolu ne bezenir ne benerdi. Gidiptim gelmiş yoksa yukarıda. Oralarda Şimdi bu deresini ifade Göyçə edin. gölü bir Her genç tamaşa, halde var. əzərlidir başdan başa. Gavərlərin arasında indi düşübdü təlaşı. Halal olsun. Ama təəssüf sizinlə deyirəm ki, Göyçədə olanda Göyçənin qədrini belə bilmədik. Biraz çətin şəraitimiz var idi, biraz cemaat çox zəhmət çəkirdi. Bizim kəndimizin də biraz inzibati ərazisi belə idi ki, Azıydı. keçmədim. Bağçada, bağda nə var? Bağ Kendim- niyəsiz qaldısa, de görün bağda nə var. Kəndimizin əziyyət çəkənləri, xüsusilə Kifayət xanım bacıları mənim yaxşı yadımdadır. İndi Kifayət xanım o zaman ailəli idi, artıq köçmüşdü. Kızlar o kadar tütünde içtiği vaziyet çekirdiler, tepede dururdular. İlk Bakı vardiyeniz Basırkişer rayonuna açılan avtobus geçende tepeden durup deyirlər şey Allah. Deyirlər Allah, məni reizin elə. Gedim zavoda, zavodda pişiyim, teker olur. Ekarsın altında Bakıya deyim gelir. İndi bugün, həmin günləri biz Göyçəyə qayıtmaq arasına yaşayırıq. İnşallah. Eksi olur, yemin günlerimiz. İnşallah. Adam diyor, Ben eminəm ki, həmin günlərin əksini biz bugün İnşallah Allah onu bizə nəsib edəcək. mütləq öz İnşallah. ayaqlarımızın üstündə, öz arabalarımızda, şəxsi avtomobillərimizdə gülə-gülə gedib o kümümüzü, evimizi, kümamızı, ocağımızı, bulaqlarımızı ziyarət edəcəyik və indən belə kömürü də Allah verib nə qədər qısmı yaşar. Çox sağ olun. Həmişə deyirdi ki, Allah'a and olsun deyirdi, yekünü biz oraya gideceğiz. Yekünü biz oraya gideceğiz. İnşallah, Allah kısmet Yaşamalı eylesin. yok var dedim olar. Hı. Ne yaşamalı yok. Allah canımızı Çok sağ olun. Evveli oradan başlayır. Evet. Evveli oradan başlayar inşallah.